İbrahim oğlu Məmmədov. Dastan yazar Qoşanlı. İgid şəhidimiz haqqında məlumat. Məmmədov Azad İbrahim oğlu 1974-cü ildə Qubada anadan olmuşdur. 1991-ci ildə Quba şəhər 2 nömrəli orta məktəbin 8-ci sinifini bitirdikdən sonra 103 nömrəli texniki peşə məktəbinin sürücülük ixtisasına gələn. 1992 yıl iyulda Milli Ordu yazıldı. 1992 ilin oktyabr ayının 30'unda Ağdərə rayonunun Vaqoz kəndində komandanlığın xüsusi tapşırığı yerinə yetirərək həlak olmuşdur. Qəhrəman şəhidimiz Quba şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Onun məzarı şəkildə göstərilmişdir. İgid şəhidin 2 nömrəli məktəbinin həyətindəki büstü, təhsil aldığı 2 nömrəli orta məktəbə igidimizin adı verilmişdir. Onun məktəbin həyətində büstü qoyulmuşdur.